Gəncədə müəmmalı şəkildə həyatını itirən Elgün İbrahimovun ətrafında müzakirələr səngimir. Cəmiyyətdə bu dəhşətli qətllə bağlı qəzəb, təəssüf hissi var. Üstəlik, ictimaiyyət cinayətin üstünün açılmasını gözləyir, tələb eləyir. 18 yaşlı gəncin cəsədi üzərində belə zorakılıq əlamətləri eşidənləri şoka salıb. Müxtəlif versiyalar səsləndirilir, şayələr yayılır. İstintaq isə hələlik araşdırmaya davam edir. Sosial şəbəkələrdə, mediada hər gün, hər saat bu hadisə barədə şərhlər, yazılar paylaşılır. Elgünün qətli bir neçə il öncə baş vermiş digər dəhşətli cinayəti yada salır. Tovuzun Dondarquşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın vəhşicəsinə öldürülməsi də Azərbaycan cəmiyyətində narahatlıq və hiddət yaratmışdı. Bu cinayət indi də yada düşəndə insanlarda qəzəb hissi yaradır. 2019-cu ilin noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondarquşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyidi 2020-ci il yanvarın 6-sında kənd ərazisində aşkar edilib. Hüquq mühafizə orqanlarının əməliyyat axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondarquşçu kənd sakini 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahimoğlu saxlanılıb. Məhkəmənin hökmü ilə İlkin Süleymanova 18 il müddətində həbs cəzası verilib. Yaxınları iddia edirlər ki, cinayəti İlkin törətməyib. Bu rəy cəmiyyətdə də üstünlük təşkil edir. Cinayətin arxasında başqa qüvvələrin olduğuna dair şübhələr hələ də qalır. Elgün İbrahimovun da gerçək qatillərinin tapılmayacağı haqda narahatlıqlar var. Bu narahatlıqlar bu və ya başqa formada ictimailəşir. Bir neçə gün keçməsinə baxmayaraq, cinayətin üstünün açılmaması bu yöndəki narahatlıqları daha da artırır. Bu cür hadisələrdə xalqın fikri əsasən belə olur. Cinayəti ayrı-ayrı şəxslər törətsə də, mahiyyətcə qatil eyni adamdır. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.